Fredo Baby, xoşbəxt anaların seçim. Lalə xanım, necəsiz? Yaxşıyam. Siz həmən gün haradaydınız? Rəis, mən dedim də, anam, Lalə, mən qonaq getmişdik. Olar mən Lalə xanımla danışım. Çatmayım da sizə. Hə, buyurun, buyurun. Hə, Lalə xanım. Qardaşımın da dediyi kimi qonaqlıqdaydıq. Kimgildə? Kimgildə? Pərvanə gildə də, Pərvanə gildə. İkram. Rəis, mənim təzə tanışlarımdır, tanımır da. Lalə xanım, İlyasın başına kim vurdu? Lalə xanım, kim vurub? Bilirsiniz? Bilmir də, rəis. Dəqiq. Hə, mən bilmirəm. Biz qonaqlıqdaydıq. Baxın, bilirsinizsə mütləq deyin. Rəis deyir, bilmirəm də. Dəfələrlə eyni sual verirsiniz. Biz də tələsirik, həkimə getməliyik. Mən anamla gətirərəm onu bir gün, sorğu-sual eləyərsiniz. Amma indi biz getməliyik. Yaxşı. Mən bilmirəm də İkram. Bilmirəm ki, siz niyə kömək eləmək istəmirsiniz bizə? Burada kömək eləməli bir şey yoxdur. Olsun. Fuad elədi. Nə? Fuad götürdü, vurdu başına. Fuad elədi, gördün mü? Fuad elədi. Fuad vurdu İlyası.
Nə dediniz? Fuad elədi. Fuad elədi, gördüm mən. Fuad götürdü, vurdu İlyasın başına. Fuad elədi. Fuad elədi, mən gördüm. Valla, Fuad nədir? Nə danışırsan? Dayan bir dəqiqə. Reis, Lalə biraz... Danışın Lalə xanım. Necə oldu? Biz oturmuşduq, götürdü, vurdu İlyasın başına. İlyas da yıxıldı. Fuad kimdir? Fuad mənim ərimdir. Reis, bir dəqiqə olarsın. Yox, olmaz. Vacib sözümü istəyirəm sizə. Hala çıx otağa sən. Dur çıx. Başa düşmürəm, niyə çıxardınız ki? Mən sizə hər şeyi başa salacağım da, bir dəqiqə səbirli olun. Fuad kimdir? Onun əlaqə nömrəsini verin mənə. Yoxdur elə bir adam. Necə yəni yoxdur? Xanım dedi ki, Fuad eləyib. İndi söz də deyir də, Lalənin biraz problemləri var. Lalə çıx otaqdan. Fuad elədi, gördüm. Söz eşit Lalə. Dur çıx. Fuad elədi. Mən gördüm Fuad. Deməli, siz bizə yanlış məlumat verirsiniz. Elə adam yoxdur. Necə yəni yoxdur ki? Adam dedi ki, Fuad eləyib də. Fuad bu qızın keçmiş əridir. Və Vəsi odur ki, belə bir adam yoxdur. Lalə indi müalicə alır, dərmanlarla yaşayır. Belə bir adam olmağına var, amma harda olduğundan xəbərimiz yoxdur. Bu adamla bağlı bir dəfə araşdırma olub, sizdə idarədə sənədlər də var. İkram, mənə hər şeyin düzünü deyin. Mən düzün deyirəm də, əlinizdə də araşdıra bilərsiniz. Fuad bunun keçmiş əridir. Elə bugün onu o salıb da, beyin travması alıb, müalicə olunur, dərmanlarla yaşayır. Araşdıra bilərsiniz də, əlinizdədir də. Bu bir ilə yaxındır, çox pis idi, təzə özünə gəlmişdi. Bu son günlərdə biraz psixoloji çətinlik yaşayır. Ona görə də yəni onun vəziyyəti belə. Baxın, hər şey dediyim kimi. İndi də son günlər elə Fuad deyir. Bəlkə Fuadın yoxa çıxmasında sizin əliniz var. Nə? Dayı nə dedin? Hə, Tural. Bu məsələ belə bitən deyil. Yox dayı, sən niyə mənə görə adam öldürməlisən ki? Hı? Çünki mən eləməsəm, o səni öldürəcək. Yox, Mahmud əmi, biz hansı zamanda yaşayırıq? Gedək polisə deyək də. Nə deyək, hə? Desək, birinci Turalı tutacaqlar. Yaxşı, indi sənin məqsədin nədir şimdi? Bax, mən Zaura da dedim, sənə də deyirəm. Tahir sənə də. Çıxın gedin buradan. Çıxın gedin. Dayı, bunu bir dəfə danışmışıq da elə bil ki. Hə, danışmışdı. Amma onda vəziyyət başqa idi. İndi isə başqadır. İkramın gözü dönüb. Dayı düzün denən nəsə olub? Heç nə olmayıb. Amma bilirəm ki, nə isə eləyəcək. Mahmud əmi, sən bizdən nəsə gizlədirsən?
Sizə nə olub? Deyirəm heç nə olmayıb da, olsa sizdən gizlədəcəm. Dayı düz deyir də, nəsə olub ki sən belə danışırsan da, denən görüm nə olur. Tural, Dayı, İkram neyniyib? Dayı, xahiş edirəm səndən, düzün denən bizə. Bax, gətirib soxmuşsunuz bizi bura. Bu da buradadır, hamı buradadır. Nə olub da, hə? Nəsə olub ki, sən belə əminliklə danışırsan da? Tural, adamın beyni çönüb. Mən danışdım ona, danışdım. Amma gördüm ki, sakit duran deyil. Qələt eləyir, sakit durmur. Sakit durmayıb neyniyəcək, hə? Yalandan gürüllür da onu heç nə də eləyə bilməz. Tural, niyə söz eşitmirsən? Çünki mənasız danışırsınız da. İkram, 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 ikram. Bildik də, kimdir ikram? Əlindən heç nə gəlmir, neyniyəcək də? Elə deyil də Tural, elə deyil. Elədir. Onda nəsə eləyərdi də? Eləyib də Tural, eləyib. Neyniyib dayı? Eşitmirsən, deyirəm neyniyib? Başa düşmədim. Nəyi başa düşmürsən? Deyirəm, bəlkə adamın yoxa çıxmasında sənin əlin var. Burada nə var ki, başa düşməli? Mən heç nə eləməmişəm. Hər halda sənin kim olduğun barədə bizdə məlumat var da ki. Sizdə məlumatlar var, o zaman da gedin məsələnin bağlandığına baxın. Mən hələ heç nə bilmirəm. Bilmirsiniz, gedin araşdırın. Əlbəttə araşdıracağam. Necə istəyirsiniz? Mən bacınızla bir də danışmaq istəyirəm. Danışmağa ehtiyac yoxdur, kifayət qədər danışdınız. Onun vəziyyətini də dedim, gördünüz onun vəziyyətini. Siz niyə belə həyəcanlısınız? Yox, çox rahatam, həyəcanlı da deyiləm. Mən sizə dedim də, gedin araşdırın, Fuad kimdir, necə olub, necə yoxa çıxıb. Təbii ki, araşdıracağım. Lap yaxşı. İndi icazə verin, biz həkimə getməliyik. Çox müəmmalı vəziyyət yarandı ya, İkram. Biləsən. Hə, o artıq sizin işinizdə. Necə istəyirsiniz, elə də araşdırın. Ümid edirəm ki, hər şey siz deyən kimi olacaq. Əks halda... Əks halda zad yoxdur. Mən olanı dedim sizə. Lap yaxşı, tək elə olsun. Amma bu məsələ burada bitmədi, biləsən. O zaman bitirərsiniz. Yaxşı. Da deyəsən nə olub dayı? Dünən mənlə danışdı. Ondan sonra narahat qaldım. Dayı, fırlatma da, başqa söhbət eləmə. İndi başqa şey dedin axı. Neyniyib de, görüm neyniyib. Tural, elədikləri azdı. Hə? Obyekti yandırdı, evi yandırdı. Dayı, neyniyib deyirəm. Yaşarı vurub. Nə? Mahmud əmi, necədir papa? Sakit olun. Papa hardadır? Bax, Tural, Tahir, sakit olun siz. Sakit olun, danışacağım. Sakit ol nə deyir? Hə? Sakit ol nədir dayı? Denən görüm hardadır papa? Yaxşı sakitəm, denən görüm hardadır papa?
Dünən Yaşarla getdik İkramla sənin məsələni danışmağa. Heç də gözlədiyimiz kimi olmadı. Mübahisə yarandı. O da Yaşarın ayağından vurdu. Narahat olmayın. Yaxşıdır, ciddi bir şey yoxdur. Necə ciddi bir şey yoxdur dayı? Necə ciddi bir şey yoxdur? Papan yaralı be o. Ona görə deyirəm ki, çıxın gedin. Mən bu məsələni həll eləyim. Mən özüm həll eləyəcəm məsələni. Yaxşı, mən özüm olan hamısını qırıb batıracağım, gözlə. Bir dəqiqə dayan, coşma. Hardadır papa? Heç olmasa yanına apar da bizi. İndi bayıra çıxmaq risklidir sizin üçün. Dayı, uzatma da xahiş eləm, apar yanına. Sizinlə danışılası deyildi. Gəlin düşün qabağıma gedək. Tezəm. Sən dəli olmursan, hə? Ona danışırsan. Sən göz qaş eləyirəm, məni görmürsən sən. Körsən sən, hə? Düzünü dedim. Sən qələt eləyirsən, düzün deyirsən. Niyə Fuadı belə qoruyursan? Hə, sən söyləyəcəm Fuadda ya. Az yoxdur da, bir dəfəlik bunu beynivə sox ki, yoxdur. Yoxdur, rədd olub sənin Fuadın. Yoxdur! Yalan deyirsən. İstəmirsən biz xoşbəxt olaq. Hə, sən o... Vurma qaqaş. Vurma, xahiş edirəm. Sən məni vurma, yaxşı? Yaxşı, ağlama. Ağlam, sakit ol. Fuad da məni vururdu. Sakit ol, O məni vururdu elə qaqaş. Sən vurma, yaxşı? Mənə bax. Mən səni heç vaxt vurmaram, yadında saxla. Yaxşı? Yaxşı. Mən heç vaxt vurma, yaxşı? Yox, vurmaram. Sənə heç kim heç... Parmağımın ucunu toxuna bilməz. Vurma məni. Sakit ol. Ağlama. Heç kimdən xəbər çıxmır. Nə oldu görəsən? Bilmirəm, alması bilmirəm. Deyirəm birdən. Bu İkram kiməsə nəsə eləyər, bunlar da bizdən gizlədərlər ha. Alması ilə danışma nə olur? Heç kim işin olmasın. Olmasın da. Ya mən istəyirəm kiməsə nəsə olsun. Görmürsən heç kimdən xəbər çıxmır. Telefonları açmırlar. Özüm də çox narahatam. Məncə kiməsə nəsə olub. Bax deyirəm sənə. Bəlkə yenə yığımsar. Yığ. Bu da götürmür. Alo. Hə, bibi. Ay balam, bu telefonunu niyə açmırsınız? Ürəyim partladı ki. Nə olub Zaur? Nə baş verib? Ha? Yaxşıdır hər şey. Hə, bibi, narahat olma, yaxşı. Mahmudla Yaşar ana. Niyə telefona cavab vermirlər? Yaxşıdırlar, narahat olma. Zaur hardadılar? Zaur. Nəsə gizlətmirsən? Bibi, indi sənə yer göndərəcəm, gələrsiz bura. Nə yer? Zaur nə olub? Xəstəxana, bibi. Zaur nə xəstəxana? Kimə nə olub? Nə danışırsan sən Zaur? Narahat olma, bibi, hər şey yaxşıdır. Siz gəlin burada danışarıq, heç kimə heç nə olmayıb. Zaur axı nə baş verib? Kimdə xəstəxanadakı nə olub? Yaşar əmi. Nə olub Yaşara? Zaur, nə olub Yaşara? Hardasınız? İkram eləyib? Heç nə, bibi, vallahi yaxşıdır. Bir balaca yaralanıb. Gəlin burada özü hər şeyi danışar sizə. İkram eləyib, ha? Hə, bibi, ayağından vurub. Narahat olma, hər şey yaxşıdır. Yeri atıram sizə. Gəlin. Nə deyir Pərvanə? Yaşara nəsə olub, ha? Deyir, İkram vurub Yaşarı ayağından. Amma yaxşıdır, narahat olma. Deyir, yaxşıdır. Yaşarı vurub? Sən də danışırsan. Mən sənə deyirdim də. Deyirdim ki, nəsə olub, dur. Dur, gedək.
gəlirlər? Məkana atdım. Gərək deməyəydin Ezar. Mən hələ heç nə deməmişim. Qoy gəlsinlər, özün deyərsən. Qoy gəlsinlər. Sən gələndən sonrasına bax. Gör nə həngamə qopacaq orada. Nə edeyim axı, dünəndən bilirsən nətər narahatdılar, nə qədər zəng ediblər. Gəlsinlər, bilsinlər də hər şeyi. Hə, düz deyirsən balam. Dünəndən qalıblar xəbərsiz. Heç nə də qoy gəlsinlər, görək necə olur. Görəsən, Mahmud Turalı yola gətirdi. Of. Zar, nə olur? Sən də belə eləmə də bala. Yaşar əmi, dünən o məsələni müzakirədən çıxartdıq, xahiş edirəm, yenidən qaldırma. Tural gedirsə getsin, mən heç elə getmirəm. Tərssiniz deyirəm də xamınız. Nəysə, mən indi gedim, birazdan millət axışacaq bura. Yaxşı oğlum, yenə də sağ ol. Dəyməz Yaşar əmi, inşallah tez sağalarsan. Nə olub ama? Əmmənli ötəri belə şeylərə işlədi. Tural da bu xasiyyətlərdə sizə oxşayıb, biləsiz. Sənə də əziyyət oldu bala. Ona söz də Yaşar əmi, neynədim ki? Tək salamatlıq olsun, tək tez sağalın. Əgər siz razılaşmasanız, inan ki, yaxşı olmayacaq. Mən gedim. Eyni söhbət təzdən açılmamış. Gedim. Tərs köpək oğlu. Oxşayıb da atasına. Nə oldu? Bunların heç birindən xəbər çıxmır. Zaurdan da xəbər yoxdur. İnan o qədər yorulmuşam ki, problemlərdən. Sən Tural'la danışdın, nə deyir? Aynur, vəziyyət elədir ki, mən məcbur qalıb Turala dedim ki, təslim olsun. Nə? Mələk, sən nə danışırsan? Neyinin bəs Aynur? Gözlüyüm ki, İkram gəlsin, onu nəsə eləsin. Heç olmasa içəridə olar, ən azından bilərik ki, yaxşıdır da heç kəs onu heç eləməyəcək. Yox, yox, Tural qəbul eləməz axı bunu. Eləməyəcək, yox. Başqa yol var, yoxdur. Yox, yox, bu düzgün çıxış yolu deyil Mələk. Bəs yaxşı, o getdi, hə? Bəs Tahir, Zaur, qalanlar necə olacaq? Yox, yox. Ola bilməz. Aynur, əlimdən heç nə gəlmir, bilmirəm nə fikirləşim. Hər saniyə bütün gün narahatam ki, nəsə olacaq Turala. Tural gərək eləməzdi də, bitirdi də hər şeydə. Nə olacaq bundan sonra? İnarsan bilmirəm. Bilmirəm. Mən heç nə bilmirəm da. Kızlar, size bir şey diyeceğim ama narahat olmayın. Biz gedirik xəstəxanaya, almasan. Xəstəxanaya niyə? Nə olub? Kimə nə olub? Nə olub mama? Yaşar. İkram Yaşar vurub. Nə? Nə danışsın? Bunların başı çatmır, valla bunların başı çatmır. Necədir Yaşar əmi bəs? Zaur deyir yaxşıdır, ayağından vurub. Yazıq kişi, ay mama, niyə biz də gələk? Biz də gedək. Yox, biz gedək. Deyir yaxşıdır, yəqin ki gələrəm. Onda çatan kimi bizə də xəbər eləyin. Yaxşı, narahat olmayın. Amma siz evdə olun, heç yerə getməyin, yaxşı? Evimizə gedirik dayı. Yaxşı. Den görüm. Deyəm, burandı ki. Ay sağ ol. Salam. Biz hazır. Salam. Salam oğlum. Necəsən İlyas? Hazırlaş ha, bugün gedirik evə. Yorma özü, biz sənə başa düşürük. Gələn olmayıb bura. Kim gəlməliydi ki? Polislər deyirlər. Yox, nə olub ki? Gəlmişlər evə. Bizə?
Nə dediniz? Laləni indirməyə. Nə dedi? Dedi Fuad eləyib. Nə? Ha, sən sakit dayanmayacaqsan? Hə? Niyə dedin? Hə, niyə deyirsən? Neynim, düzünü dedim. Qələt elədin sən, düzünü dedin. Düzünü deyib. Az neçə dəfə dedik sənə? Bu Fuadın adını çəkmə də, çəkmə də. Sakit ol da, sakit ol. Oo. Mən danışmışam oyunu o barədə. Ay bala, bu məni lap əsəbləşdirir də. Belə şey olar. Ay bala, ay insan. O adam yoxdur. Yox. Peşman olub da elə deyilən, hə Lalə? Hə. Nə görürsən sən, sakit ol. Sakit ol. Danışmışam indi, sənədləri hazırlasınlar. Necəsən Ayfa? Özünü necə hiss edirsən papa? Ay yaxşıyam, narahat olmayın, hər şey qaydasındadır. Siz nə gəldiniz bura? Başa düşməm, nəyə gəldik? Neynəməli, evdə oturmalıyıq? Hə Tural, evdə oturmalısınız. Yaxşı da papa gəlmişik də indi. Özdə bu vəziyyətdə biz necə evdə qalaq? Sən özün necəsən? Ay bola narahat olmayın deyirəm də, yaxşıyam, özümdə lap əla hiss edirəm. Nə olub? Heç adi bir güllə yarasıdır da, nə var ki burada? Adi güllə yarası deyirəm mənə. Elə bil bütün gün atışmalarda olursan sən, hə? Sən nəsə olsaydı nə olacaqdı, hə? Gülləni mən... Yaxşı da, yaxşı. Başlama da yenə sən. Nətər başlamayayım, Edaya, nətər başlamayayım? Görmürsən bunun vəziyyətini? Atamı gülləliyiblə mən də gəlmişəm burada boş-boş deyaram. Elə gəlib boş-boş dayanmalısan. Otur oturduğun yerdə. Papa, tutar da, xahiş edirəm də. Belə danışma da. Mahmud, bunları nəyə gətirdin bura? Başa düşmədim, hə? Neynəmək, gizlətməli idi bizdən bu məsələni? Hə? Hə, bunun belə reaksiya verməyindən qorxuram da, mən ona görə deyirəm. Neynim, mən? Bunlardan nəsə gizlətmək olur ki? Şübhələndilər, düşdülər mənim üstümə ki, de görüm nə oldu. Yaxşırın görüm, uşaqzadıq biz. Nə vaxta kimi gizlədəcəyik bizdən? Bax, Tural, bax səninlə mən nə danışdım? Yaşarı vurub, düzdür? Yadına sal, niyə görə vurub? Bu adamın gözünə heç nə görünmür. Ona görə biz indi heç nə eləməməliyik. Niyə? Gözləyə növbəti gülləni kimə vursun? Əgər mən deyəni eləsəz, heç kimə heç nə olmayacaq. Dayı, mən sənə evdə də dedim. Dedim ki, belə şey mümkündür. Başa düşdün, bu çıxış yoludur. Amma mən çıxış yolunu yaxşı bilirəm nədir. Tural, bilirsən nə var? Otur oturduğun yerdə, sakitcə otur oturduğun yerdə. Heç nə eləmə, eşidirsən məni? Heç nə. Ay kişi, başımızı zorla girəliyirik. Sənə ant verirəm Allaha. Otur sakitcə yerində də. Papa, belə də olmur axı. Bir də ayağımın vəziyyətinə baxsan Allah. Bax, abala, deyirəm qorxulu heç nə yoxdur da. Nə var burada? Özüm də yaxşıyam. Sakitcə oturduğun yerdə bəlkə bundan hər şey bitdi. Qutardıq. Qurtarmayacaq, Ayfa, qurtarmayacaq. Mənim dediyimi eləsəz bitəcək, Tural. Dayı. Mən çox xahiş edirəm, Tural. Nə deyirəm ona qulaq as. Bundan başqa çarəsi yoxdur. Görəsən necə oldu Yaşar əmi? İnşallah heç nə olmaz, yazıqdır. Mələk, səncə bunu Turala deyərlər? Məncə yox, deməzlər. Çünki bilsə sakit duran deyil. Məncə deməsinlər, deyə də bilməzlər. Desələr bu iş böyüyə-böyüyə gedəcək. Hamıya ziyan dəyəcək. Olmaz axı belə. Bax, görürsən, özün də bilirsən ki, Tural yerində duran deyil də, nəsə eləyəcək. Ona görə deyirəm ki, geçsin, təslim olsun ki, içəridə ən azından biləcək ki, yaxşıdır. Heç kəs ona işini eləmir. Bir dəqiqəyə. Güya həbsdə olsa nəsə eləyə bilməzlər ona. Necə yəni? Yəni, İkramın əli hər yerə çatır da. Güya həbsdə ona heç nə eləyə bilməyəcək. Yəni, ora da təhlükəlidir.
Ay, da heç bunu fikirləşməmişdim. Mənim də indi ağlıma gəldi. Orada təhlükəlidir, orada olmaz. Tural, of, elə işin içinə girmirsən ki, çıxa bilmirsən. Məncə ən yaxşısı elə mənim İkramla danışmağımdır. Onu da amma Zaur istəmir. Dedin ki, sən Zaura. Hə, amma qəti razı deyil. Gərək deməzdin. Dayı görmək hara getsən? Papa, olmur da belə də. Sənin ayağın bu vəziyyətdə, mən necə burada sakit dayanım? Dayanmalısan. Ay bala, deyirəm dayan, otur oturduğun yerdə. Papa, xahiş edirəm, buna bir cavab verilməlidir. Da olmur da belə yığışıb dayanmışıq burada boş-boşuna. Tural, qutar bu söhbətləri, bəsdir. Dayı, bu məsələni bir dəfəlik bitirmək lazımdır. Başa düşmürsən sən? Sən sözü eşit. Mən bilirəm nə lazımdır, nə lazım deyil. Bu məsələni mən özüm həll eləyəcəm. Ehtiyac yoxdur. Bu mənim məsələm deyil. Mən eləməmişəm. Mən özüm də həll eləməliyəm də. Söktarı getdi də. Tural, yığışdır bu söhbəti. Nə sənin, nə mənim. Mən sənin dayınam. Dedim ki, bu məsələni mən özüm həll eləyəcəm. Düzdür də Tural. Bəs lazım deyil. Ay, nə bəsdir, nə bəsdir də. Neyinimə mən qorxum oturum evdə bütün günü. Hə? Lazım deyil də Tural. Heç dənəmə bu dəfə. Hayır, sən də mənim baş beynimi xarab eləmə də. Lazımdır. Bu qədər adam sənə fikirləşir, sən yenə də öz bildiyi eləmək istəyirsən. Lazımdır də fikirləşməyin də. Mən sizi fikirləşmirəm, siz də mənə fikirləşməyin. Ha, sizə nə oldu? Nə başlamısınız, qırırsınız bir-birinizi? Görmürsən? Cama deşidir xəstəxanadır bura. Düz deyir də Tural, düz deyir də. Yo. Bir dənə Tural müəllim ağıllıdır, bir dənə bu bilir düzgün olan şeyləri. Bilirsən nə var? Get nə istəyirsən elə. Hə, eləyəcəm. Başa düşdün? Vay uşaq, bəsdirin, uşaqlıq eləməyin. Tural, dayan görüm. Tural! Neyse, mən gedim danışmaqla. Get. Tural. Hadi yan hara gelsən sən? Keç içəridə, keç əsəbə. Nə keç səriyə? Niyə imkan vermirsən bu adamlar insan balası kimi yaşasınlar, hə? Niyə bu qədər stres yaşadırsan bunlara? Nə istəyirsən, sən məndən? Belədir də, belədir. Mən neynim indi? Nə belədir, belə şey olur. Yaxşı da yaxşı, qutar, keç içəri. Keçib eləmirəm. Bir dəfə də başa düş də, bir dəfə də dayanmaq lazım olduğunu bil də. Mən harada dayanmaq lazımdır bilirəm də. Doğrudan, harada dayanmaq lazımdır? İkramı öldürəndən sonra dayanacaqsan. Hə, Tahir, İkramı öldürəndən sonra dayanacam. Başa düşdün, bitəcək. Neyse Tural, neyse, səninlə danışmaq mümkünsüzdür. Hadi yaxşı da yaxşı, Tahir, gir içəridə, gir adam mazgisini xarab eləmədən. Niyə qışqırırsan mənə bu xəstəxananın ortasında? Bildiyi deyil, sən zor oğlansan da, bombadır güya bu. Sən niyə adam əsəblərini oynayırsan indi? Nə istəyirsən sən məndən? Mən neyniyim bəsə? Deyirəm getmə də, heç yana da, qal burada da. Tahir, xahiş edirəm də əsəblərini oynama da, get içəri. Bəs nə Tahir sanırsan? Tural, nə olub ha? Nə olub uşaqlar? Ay mama, heç nə olmayıb da, bir dəqiqə sakit olun, heç nə olmayıb, heç söhbət edin. Necə yəni heç nə olmayıb? Mən görmürəm ki, siz dalaşırsınız, nəyə görüşə bilmirsiniz sən? Uşaqlar nə olub? Nə hadisə baş verir? O olub ki, sizin oğlunuzun bombalığı tutub. O nə deməkdir ki? Niyə belə deyir? Nə olub? Ay işte gicləyir də Tahir də, gicləyir, boş-boş danışır da yalandan da. Nə şüvənliyibə salmısan, neysən? Uşaqla başa düşmürsünüz. Bura dava yeri deyil. Atanız o vəziyyətdə. Hansı otaqdadır, Yaşar necədir? Yaxşıdır. Yaxşıdır, amma mən bunu belə qoymayacağam. Buna bax, danışığına bax bunu. Sonra deyirsiniz ki, niyə görə dalaşırıq? Turan sənə qurban olum. Qurban olum. Olur. Qutar bu söhbətləri. Davaları yığışdırmırlar, yalvarıram sənə. Necə yığışdırım Ayma? Hə? Get bax gör papanı nə günə qoy bu. Mən necə buna göz yumum? Bir dənə deyə bilərsən mənə? Tural, o mənim də atamdır. Mənə də təsir edir bu. Amma mən heç nə eləmirəm. Bilirsən niyə görə? Sənə görə. Ailəmizə görə heç nə olmasın deyə. Mənə görə niyə işlə eləmirsən, hə? Niyə sakit durursan, deyə bilərsən bir də? Uşaqlar, yaxşı sakitləşin biraz. Qutarın bu söhbəti. Qutaracaq da qutaracaq. Bu dəfə bir dəfəlik qutaracaq. Başa düşdünüz? Tural, deyəsən sən başa düşmürsən, bugün bunu Yaşara eləyən, sabah onu
Tahir eləyəcək, sən eləyəcək, Zaur eləyəcək. Qələt eləyəcək. Başa düşdünüz, heç nə də eləməyəcək. Qutarın, bəstirin. Tural, qurban olun, nə olar? İstəyirsən laf ediz çöküm, yalvarım oğlum, nə olar? Bu dünyada qoy bir dəfə biz rahat, gülər üzlə yaşayaq. Nə olar, hə oğlum? Almaz, sən buna da. Almaz. Mama yaxşısan mama. Qurban olum yaxşısan mama. Yaxşı deyiləm. Get həkim çağırsın. Lazım deyil, istəmirəm. Nə lazım Heç deyil? istəmirəm, çağırma. Siz kimi olanların ana soxmaqdan ölmək yaxşı deyil. Elədir bə. İstəmirəm, lazım deyil, çağırmayın o ay kimi. Heç nə istəmirəm. Sakit ol. Nə olar Tural, qurban olum. Nə olar? Fərdi xanım, necəsiz? Salam, yaxşıyam. Mən də yaxşıyam, çox sağ olun. Lap yaxşı. Deyirəm, hər dəfə necə olursa həyat bizi qarşılaşdırır. Dünən də gəlməmişdiniz, nəsə olmuşdu? Biraz problem çıxmışdı. Yəni, problemlər var idi. Problem? Nə problemi ki? Mən bir dəqiqə əmi oğluyla danışım, həll edək də. Nə olub ki? Ehtiyac yoxdur, həll olundu. Yəni, mən sizə demişəm də, nəsə problem oldu, həmən dəqiqə mənə deyin, həll edeyim. Çox sağ olun, amma heç nə ehtiyac yoxdur. Deyirəm, əgər vaxtınız varsa bir çay içərdik, söhbət eləyərdik. Yox, mənim işim var. Hə, elə bil məndən qaçırsınız, Dünən də işdə olmamışam. Demək olar, hamısı yığılıb qalıb. Ona görə işlərim çoxdur. Hə, başa düşdüm. Hə. Yorulmayasınız. Çox sağ olun. Bunlar harda qaldı, ay Mahmud? Birdən deyirəm, harası gedərlər, ha? Doğrudan bunların söhbəti nə yaman uzun çəkdi. Qoy bir baxım. Salam. Salam Pərvanə, salam. Salam. Yaşar, neçəsən? Narahat olmayın, yaxşıyam mən. Tək gəldi? Yox, Almazla gəlmişəm. Onlar dəhlizlədə Almazın sancısı tutdu. İndi yaxşıdır, Turalgil yanındadır. Mən də deyirəm, bu uşaqlar niyə gecikdi? Adama niyə xəbər vermirsiniz, hə? Nə deyim, Dedim, narahat eləməyin də səni. Güya belə narahat olmuruq. Valla narahat olmayın, nə var ki? Yaxşıyam da mən. Necə yaxşıyam, Adam səni güllə ilə vurub, Güllə ilə vurub deyəndə vurub da. Əsas məsələ odur ki, ciddi bir şey yoxdur. Çox şükür salamatçılıq. Çox şükür. Tək həmişə salamatçılıq olsun. İndi yaxşısınız? Ananızı niyə bu qədər əsəbləşdirirsiniz axı? Doktor. Hələ bu nədir ki? Olmaz ona bu vəziyyətdə stres yaşatmaq. Mənim həyəcansız, stressiz, əsəbsiz bir günüm olur ki... Əsas odur, indi özünüzü yaxşı hiss edirsiniz? Yaxşıyam, doktor, yaxşıyam. Siz biraz dincəlin, mən indi gəlirəm. Mama, bu nədir ki, sən eləyirsən? Hə? Sən müalicəni niyə saxlatdırırsan? Bir də izah edə bilərsən mən? Cəhənnəm olsun müalicə. Nəyimə lazımdır müalicə, hə? Hansı gün mən müalicə olacağım? Neynirəm onu? Mama, yaxşı da, qurbanım da. Sən də daha üstümə düşmədi, hə mənim də? Neyniyim bəs? Alqışlayım sən elədiklərini. Hə? Alqışlayım. Yo, bilirsən nədir? Bu bilsən nəyə başa düşmür? Bu bilmir ki, bu qədər adam buna görə nə qədər stres yaşayır. Baş beynimi xarab eləmə də, Tahir. Hə, sözlə deyən kimi başım ağrıyır, baş beynimi xarab eləmə. Yaxşı, bəsdir, qutarın, bəsdir. Ay kişi, nə deyirsən problemim, bir dənə deyə bilərsən? Nə istəyirsən sən? Mənim problemim bilsən nədir? Səni dincləyən mağam, bəs salam. Dincləyən problem yaşamayaq da bizdə. Get işinlə məşğul ol da. Hə, get işinlə məşğul ol da. Düz Yaxşı, deyirəm də bəsdir, qutarın deyirəm. Yeridir bura, ha? Yeridir, qutarın.
Görmürsən ağzından gələni danışır. İkinizə də deyirəm. Sakitləşin. Ay yo, biz hamımız tupoyuq. Müəllim ağıllıdır da, ha? Gəlin aparın mənə Yaşarın yanına. Gəl. Gedin siz, mən gəlirəm. Sumkamı götür. Gedək. Necəsən Tahir? Mən yaxşıyam. Sən necəsən, hardasan? Mən də işdəyəm, gəlmişəm. Yaxşıdır hər şey. Yox, səni görmürəm, darıxıram. Gələcəm Fəridə, gələcəm. Gələcəm səni görməyə. Ehtiyac yoxdur, gəlmə. Boş düşmədin, hə? Nə oldu, bəs darıxmamışdın? Sən gəlmə, mən gələcəm işdən çıxanda. Gəlim dəmə hələ. Yox da dedim, sən gəlmə, xahiş edirəm, indi ehtiyatlı ol sən. Yaxşı, yaxşı. Gəlməmiş onda xəbərə də biz xəstəxanadayıq. Xəstəxana? Nə xəstəxana? Papa buradadır. Nə? Niyə, nə olub ki? Gələrsən danışarıq da Fəridə. Yəni ciddi bir şey yoxdur? Fəridə, narahat olma da, papaya görə gəlmişik, o da yaxşıdır, Allah'a şükür. Yaxşı, yaxşı, gələcəm. Gələrsən. Tahir, Aycan, səni sevirəm. mən də səni sevirəm. Bu belə olmur. Olmamalıdır da. Fərdə xanım, gəlmək olar? Nəsə olub? Yox, elə buradan keçirdim. Dedim sizi görüm, sizlə də bir salamlaşım. Deyəsən kimlərsə danışırdınız. Hə, danışırdım. Kimlə? Belə soruşmaq ayıb olmasın. Nişanlımla. Hə, mübarəkdir, mübarəkdir. Bilmirdim sözün düzü. Xeyirli olsun, təbrik edirəm. Çox sağ ol. Belə, yəni soruşmaq ayıb olmasın, bir qardaşınızın yaxın dostu kimi soruşuram. Nişanlınız kim idi? Tanımazsınız. Hə, nə bilim, bəlkə deyirəm adını desəz, bəlkə tanıyırıq, bəlkə bir salam verikimiz var. Tahir. Nişanlımın adı Tahirdir. Tahir. Tahir. Bizim Tahirdə, burada işləyən. Dəli Tahirdə. Niyə tanımıram? Tanıyıram, amma bilirsən də dəlilərdən biraz uzaq gəzmək lazımdır. Amma yəni siz niyə risk eləyib onunla nişanlanmısınız? Mən onu başa düşmədim. Siz nə dediniz? Bir də deyin, zəhmət olmasın. Nə dedim ki? Dedim dəli Tahirdə. Nə danışırsınız siz? Siz bu məsələni bilmirsiniz ki, Fəridə xanım, yəni bunu hamı bilir. Mən elə bildim, yəni bu mənə də ziyan vurmağa çalışıb, ətrafında hər kəsə ziyan vurub. Amma ehtiyatlı olun, biraz bu sizə də ziyan vura bilər. Siz niyə bunu xəbəriniz yoxdur? Mən başa düşmədim. Elə şey yoxdur, xahiş edirəm, çıxın gedin. Elə şey yox deyəndə ki, yəni elə məsələlər var ki, mən yerin də qulağı var deyə bilmirəm sizə. Bu Tural məsələsi var idi, Turalın vurulma məsələsi. Onu da Tahir eləmişdi. Amma yəni, məndən eşitməmisiniz. Bir də deyirəm, elə şey ola bilməz. Xahiş edirəm, çıxın gedin. Mən getməyinə gedim, Fəridə xanım. Amma mən sizin qardaşınızın yaxın dostu olmuşam. Siz də çox səmimi, gözəl bir xanımsınız. Amma bu məsələni araşdırın. Ailəsindən soruşun, özündən soruşun. Öz ailənizə deyim, bir maraqlansın. Bu adam yəni ətrafında çox adama ziyan vurub. Araşdırmağa ehtiyac yoxdur. Məncə siz nə danışdığınızı bilmirsiniz. Xahiş edirəm, çıxın gedin. Çıxın gedin, işlərim var mənim, çıxın gedin. Gedirəm, Fəridə xanım. Vallahi yəni bu ehtiyac yoxdur. Get. Get, xahiş edirəm, get. Yəni mən də sizə xahiş edirəm ki, bu məsələni araşdırasınız. Amma çox xahiş edirəm, mənim adım olmasın da. Sonra deyərlər ki, Əkbər gəldi, 2 dənə sevəni ayırdı, cəmaatın nişanını pozdu. Yəni mənim adım olmasın, xahiş edirəm.
Amma araşdırın. Gedirəm. Necəsən? Yaxşıyam olmaz. Özün necə hiss edirsən? Ağrılarım var. Ay yox, narahat olma, ağlım zadım yoxdur. Yaxşıyam. İndi biz elə ömrü boyu belə qorxa-qorxa, hürkürkü yaşayacağıq, yaşır. Yəqin ki, bitdi dayağımız. Bitsin də. Bir dəfəlik bitsin. Yaxşıda da siz buradasınız. Mən gedim. Tural, sənə dediklərimi yanında saxla. Yaxşı? Bildim də yaxşı. Başa düşdüm. Tural, qurban olum. Onlar bir dəfə, ömrünü bircə dəfə sözə qulaq as. Düz deyirlər də Tural. O oturduğun yerdə sakitcə. Sən canın qutar bu işlərlə. Məndən ötəri də kiməsə nəsə eləməyi ağlından belə keçsin. Bəlkə indən sonra ikiram sakitləşə. Bildim də əpədə, başa düşdüm də. Yaxşı da bir şeyə 10 dəfə niyə deyirsiz adam ya? Yəni çıxım gedim indi mən. Tural, bundan sonra ağılsızlıq eləmə. İndi vəziyyət çox pisdir. Yaxşı, mən gedim. Yaxşı yol, söz olmadı. Gedək, gəldin. Bitdi. Gedək. Gəl. Buradan belə rahatdır. Gəl bunu götürüm. Ver mənə. Narahat olmayın, düzələcəksən. Kömək eləyim sənə. Bundan da yaxşı olacaqsan. Dur. Kömək eləyim mən də biraz sənə. Ay sağ ol. Ay balam, can. Əlbəttə Can balam, can. Müvəqqətidir. Müvəqqəti, əlbəttə müvəqqətidir. Sağalacaqsan balam. Kimin qardaşıdır? Sağalacaqsan. Tez sağalacaq, ha? Əlbəttə tez sağalacaq. Ay bərəkallah. Ay maşallah. Hazırsan? Gəl görüm. Deyən kömək eləyim sənə, ay İkram. Can balam, can. Ay, biraz arxaya ver ona, biraz arxaya. Rahatdır. Orada adyal qoymuşam onun üçün. Tut bunu yerlənməsin. Biraz da, Yaxşıdır. Biraz da. Rahatdır. O adyalı ver üstünə örtümü. Ver. Ay sağ ol. Ay maşallah. Güzel. Ay. Qapını açım. Aç qapını çıx. Gəl. Ay Allah. Siz də əcəb getmədiniz. Gedin də, mən buradayım da, nə oturursunuz? Düz deyir Pərvanə. Sən get də, mən buradayam. Buradayam, narahat olma, getsin. Yox, yalnız. Sən bayaq özün pis elədin. Sən get, mən buradayım. Həm də Turala görə burada qal.
Ya kimsə Turalı nəzarət eləyə bilir ki, onu saxlaya bilən bir də mənəm. Mən də buradayım, narahat olma. Vallahi mən belə görürəm, bunlar mənə bəhanə eləyirlər yalanla. Başa düşdün? Yəni kişiyə görə qalmısınız da, yalanla mənim adımı nə hallandırırsınız burada. Yaxşı, qutara, bəsdir. Nə deyir, səhv deyirəm, görmürsən. Lap yaxşı da. Sən də buradasan, Pərvanə də buradadır, mən gedim. Olmaz, sən dayan, mən gedəcəm. Dayanın görüm, hara gedirsiniz? Hara gedirsiniz? Tural da danışır öz-özünə. Qalın. Hə də, zarafat eləm də, öldürmüş sizi. Qalın da, bilmirik kimə görə buradasınız. Zarafat eləm, yaxşı da, sevirəm. Bir də ki, sıxılıram mən burada. Tək başına. Eşitdiniz də, qızlar, darıxır. Ona görə biz nə etməliyik? Onu əyləndirməliyik. Ona görə xahiş edirəm, heç kəs getməsin. Estağfurullah. Narahat olmaya duracaqsan ayağa. Ürəyim partlayacaq, bunu belə görüb. Düzələcək görəsən. Otağını da dəyişdim aşağıya. Laləni qaldırdım yuxarıya. Yaxşı da. Aşağıda rahat olsun da ona. Əlbəttə düzələcək də, yanında demədə. Yaxşı. İkram! Danışmalıyıq. Sən deyəsən şirrəyimsən, ha? Ana kesin içərisiz. Sən niyə gəlmisən? Dedim kesin içəri də. Gedin evə. Öz ayağı ilə ölümünə gəlib deyəsən. İndi mən o başı salaram. Ana, gedin içəri, Laləni də götür kes evə. Nə istəyirsən? İkram, bu məsələni bitirək daha. Heç nə eləmə. İlyas da elədiyin cəzasını alır. Sən indi mənə ağıl öyrədəcəksən. Bax, atamı da vurdum. Biz buna görə heç nə eləməyəcəyik. Amma bitsin daha. Mənə çox maraqlı deyəsən, hansı ağılla gəlmirsən bura? Bitir İkram, bitir. Bitirəcəm, amma indi vaxtı deyir. Nə acı çəkdiniz ki? Yaşar elədiyim hələ jurnaldır. Bunun axırı ölümdür İkram. Düz deyirsən. Elə səndən başlayaq. Ağılsızlıq eləmə İkram. İlyas bax, indi hər şey sənin gözünün qabağında olacaq.